Neçə illərdir Rusiyadayım, buradan evə getmirəm ki, yenə bu günün sabah işləyim, qazanım, göndərim ki, balalarım qarnı az yatmasınlar. Ata hissi, ata tərbiyəsini görə bilmirlər. WhatsApp-la mən övladımı tərbiyə eləyirəm, İlham Əliyev. Hamısı sənin kimi, sənin atonun, bir də sənin günahında hamısı. Bildiniz? Somsa deyim, gəlim, təşəkkür edirəm də Leylinə ki, 4 il vətəndaşın olmuşam. Çətinlik çəkmədi mənim valideynlərim. Mənim valideynlərim bunun dövründə çətinlik çəkməmişdi. Kim necə qəbul edəcək eləsin, mənim heç vecimə də deyil. Amma İlham Əliyev, nəticə budur ki, sumka ilə gəzirəm. Bax, mənim kimi kişilər küçələrdə də, bax, sumka çiyində bu şəhərdən o şəhərə. Polisi də, Azərbaycan polisindən də mehribandır bunların polisi. Bəlkə elə deyil, düzdür, hamısını demirəm. Amma fakt elədir də, qabağıma çıxanları elədir də. Yaxınlaşdan qanunla danışırlar, adamla mədəni formada. Yol bilməyənə yol göstərirlər. Belə olmaq lazımdır da, niyə olmursunuz ki? Ancaq tapduyun, döyün, əzdəliyin. İnsanlarımız əzdəliyin, vətəndaşı əzdəliyin. Mən təbii ki, həmişə deyirəm, şübhə eləyirəm, o geyimi geyinən libasın altındakı Azərbaycanlı ola bilməz. Mən onu həmişə deyirəm. Onlar ola bilməz. Bu mitinqlərdə də görmüşük ki, onlar başqa dillərdə danışırlar. Onlar Azərbaycanlı ola bilməz. Onlar Azərbaycanlı ola bilməz. Adam öz millətini o günə sala bilməz. Nə olsun sən polissən. Amma Heydər sənin dövründə, İlham sənin dövründə, mənim valideynlərim də əziyyət çəkir, bu gündə də mən əziyyət çəkirəm. Və mənim balalarım da əziyyət çəkir. Bildin İlham Əliyev. Uşaq pulun niyə vermirsən ki? Ver də uşaq pulun. Ver də işdən, gücdən təmin elə də. Mənim ağzımı susturmaq üçün qapıma getməyi, mənim qapıma valideynlərimi, uşaqlarımı, nəm aləmi xox gəlmiyor.